Dostlar, namaste. Səni inandırıblar ki, sən hansısa bir xəstəliyi bədənindən, zehnindən uzaqlaşdırmaq üçün sən dərman içməlisən, sən klinikalara getməlisən, özünü müalicə etməlisən. Tam əksinə, əgər sağlam olmaq istəyirsənsə, problemini həll etmək istəyirsənsə, xəstəliyini bədənindən uzaqlaşdırmaq istəyirsənsə, sən özünü şəfalandıracaqsan. Çünki hər şey edən sənin zehnindir, dərman deyil. Düşün, sən təbii bir varlıqsan. Yəni, torpaqdan, sudan yaranan bir varlıqsan. Bu həyatda təbii nə varsa, sənin bədənivə, zehnivə uyğundur. Amma bu günləri mən dəqiq bilirəm, milyonlarla insanlar tək bizim ölkədə yox, bütün dünyada əməliyyatların qurbanı olurlar. Misal üçün, dizində bir problem olan insan gedir əməliyyat edir, işi dayı da körladır və ömrünün axırına can qalır şikəst. Fərqi yoxdur. İstəyir qolun olsun, istəyir hər hansısa bir problemin olsun daxilində. Əgər sənə bıçaq deydisə, əməliyyat olundunsa, iş bitdi. Bədən bərpa olunmur. Sən onu dayıda zədələyirsən. Onu da bilməliyik ki, xəstəliklər, problemlər başlayır zehindən. Ümumiyyətcə, sənin hər günün başlayır sənin düşüncəndən. O arada eşidirik ki, insanlar öz düşüncələrinin gücünə hətta xərçəng xəstəliyini geri qaytara bilirlər. Həkimlər şokda olur. Sən bunu necə etdin? Amma hər şey mümkündür. Sənin ümumiyyətcə həyatın nəyə inanırsan, o da olur. Onu da həyatıma gətirə bilirsən. Amma şübhəsiz inanmalısan. Mən bu günləri inandım, sabah olmadı, deməli bu işləmir, yox, elə yox. Konkret olaraq inanacaqsan, konkret olaraq işləyəcəksən o məsələnin üzərində. Şəxsən mən özümdən danışa bilərəm. Mən uzun illərdir həkimlərə getmirəm. Heç bir qan analizi məni maraqlandırmır. Mən nəyə görə düşünməliyəm ki, mənim daxilimdə, baxın, diqqətlə qulaq asın mən nə deyirəm. Mən nəyə görə düşünməliyəm ki, mənim daxilimdə hansısa bir göstərici, hansısa bir ölçü, problem var. Mən gedim, bilim bu hansıdır, sonra da onu bərpa edim. Başlayayım vitamin içməyə, başlayayım nəysə bad içməyə. Hələ heç dərmandan danışmıram. Bax, mən bunu nəyə görə etməliyəm? Etməyəcəm. Uzun illər öncə, təxminən özümü tanıyandan, nə bilim, bəlkə də bir 15 il öncə mən başladım bu düşüncə ilə yaşamağa. Heç bir klinikanı adla tanımıram, heç bir əksinə mənim yoqaya gələn tələbələrim var, hansılar ki, həkimlərdir, bəziləri çox tanınmış həkimlərdir. Onlar yoqaya gəlirlər, onlar artıq anlayıblar ki, dərmanları yazırlar, amma özləri içmirlər. Baxın, sistem belə işləyir. Sən bu günləri bunu anlamalısan. Şəxsən özümdən deyə bilərəm ki, heç bir qan analizi vermirəm, heç bir qan analizlərinin adlarını bilmirəm, heç belə bilməyi də istəmirəm. Mənim evimdə adi bir baş ağrıdır, adi bir, bilmirəm, perikisdir, barmağımı kessəm, mən ora nə bilim, virus düşməmək üçün, nəysə, bakteriya düşməmək üçün nəysə qoyum, pambıqdır, yoxdur məndə belə bir şey. Mən barmağımı kesəndə də götürürəm adi kuxnadan salfetkanı belə barmağıma bürüyürəm, o ilə də qutardı getdi. Yəni, düşünmürəm bu bakteriya haqqında, virus haqqında. Düşünmürsən, həyatıma gətirmirsən. Düşünəcəksənsə, həyatıma gətirəcəksən. Anlayırsınız necə işləyir beyin? Sən hər bir qorxduğun şeyi həyatıma gətirirsən. Ona görə qorxmayacaqsan. Yəni, mənim beynimin bax bu hissəsi
qəbul etmir. maksimum mən nə istifadə edə bilərəm? Çünki yoga zamanı ara sıra yıxılıram, əzilirəm. O belə mazlar var, hansıları ki çəkirsən. O da almışam Balidən. Belə qızdırıcı mazlardır, heç adlarını da bilmirəm. Üstündə belə tiger şəkili. Qutardı getdi. O mənim elə bir ki, bədənimdə əzələ ağrısını daha sürətdən götürür. Bununla da bitdi. Yəni mənim dərmanlarla tanışdığım bura qədərdir. İnanın mənə, mən bu günləri həqiqəti danışıram. Reallığı danışıram. Yəni konkret olaraq necədir? Demirəm sən də sabahdan başda bütün evdə olan dərmanları at zibil yeşiyinə. Yox, elə olmur. Amma yavaş-yavaş onları azalt. Bir sözlə meyilli olma. Yəni hər şey səndən asılıdır. Sən çox meyillisən. Sən ara sıra gedirsən, ay nə bilim mənə sistem qoşsunlar, vitamin gəlsin bədənimə. Yox. Sən o vitamini alacaqsan təbiətdən. Yəni təbiətdə hər şey var. Meyvə, tərəvəzlərdə hər şey var. Sən düşünməyəcəksən ki, xəstələnirsən. Düşünməyəcəksən ki, özünü pis hiss edirsən və pis hiss etməyəcəksən. Amma əgər hansısa bir problem səndə yaranıbsa, düşün o nəyə görə yaranıb. Misal üçün sənin başın ağrıyır. Sən gedirsən baş ağrı dərmanı içirsən. Yəni necə alıb baş ağrı dərmanı? O sənin beyninin fəaliyyətini keyləşdirən kimyəvi maddələrdir. Sən onu qəbul edirsən. Bu gözəl, huzurlu, Allahın sənə verdiyi dəyərli cana. Bir düşün, yəni burada məntiq hardadır? Və yaxud dişin ağrıyır. Sən dərman içməklə, sən məsələni həll eləməlisən. Düşün, sənin başın nəyə görə ağrıyır? Deməli, sən əsəbləşdin. Deməli, sənə kimsə gərginlik yaşatdı. O insanlardan uzaq ol. Təbii halla özünü şəfalandır. Biraz yat. Görsən, elə adam var, baş ağrıyır, bir saat yatır durur, qutardı getdi. O ilə da zehin sakitləşdi, bərpa oldu. Yəni, özümüzü çalışmalıyıq, dəyərləndirək. Çünki həyat çox gözəldir. Nə gözəl olardı ki, sən misal üçün 50 yaşında, 60 yaşında, 80 yaşında sağlam olasan, güclü olasan, səyahət edəsən. Səyahətlərini klinikalarda müalicə almaqla etməyəsən. Bax, mən sənə bugün bunu arzulayıram. Sən gedəsən dünyanın ən gözəl ölkələrinə sırf istirahət üçün, sırf relax olmaq üçün, müalicə üçün yox. Əgər sən bugün bunu anlasan, həyatını dəyişə bilərsən. Çox gözəl, hətta uğurlu ola bilərsən. Çünki bilirsiniz nə qədər vaxt itkisidir. O elə adam var, telefonunu açır, ancaq həkim nömrələridir. Nə bilim, uroloq, muroloq, kimlər. Onlarla dostluq eləyir, yazışır, bayramlarını təbrik edir. Nə var ki, mənim də onlara sabah işim düşəcək, mənimlə xoş münasibətdə olsunlar. Bir düşünün. Və yaxud açırsan telefonunu, nə bilim, yəni biz bu şeyləri etməməliyik. Yaxın buraxma bu problemi. Bu sənin bu günləri düşüncələrindir. Elə nəsil var, biz onları artıq dəyişə bilmərik. Misal üçün, yaşlı nəsildir, bizim analar, bibilər, dayılar, onlar artıq oturublar, o narkomanlar kimi oturublar dərmanlara. Balaca bir şey, onların problemləri çoxdur, onlar bəlkə də başqa cürünə artıq onlarda alınmaz. Çünki adam o qədər inanır ki, mənim davleniyam qalxanda mən davleniyamı dərmanla aşağı salmalıyam. Bu bir faciədir, dostlar. Biz çalışmalıyıq bu şeyləri həyatımızdan uzaqlaşdıraq. Yəni, bizim, yenə də deyirəm, sağlam, güclü, huzurlu həyatımıza dərmanlar, müdaxilələr, əməliyyatlar maksimum dərəcədə olmamalıdır. Yəni, minimuma saldırmalıyıq. Görəcəksən ki, həyat necə də gözəldir. Nə gözəl ki, biz bu günləri bu haqda rahat danışa bilirik, deyə bilirik. Çünki bilirsiniz, bu böyük bir sistemdir. İdarə olunur. Milyardlar xeyir gətirir. Amma
Yenə də deyirəm, nə gözəl ki, biz bugün bu haqda belə açıq danışa bilirik, sözümüzü deyə bilirik və nə qədər gözəl insanlar var, ruhlar var, hansılar ki. Və misal üçün dünənləri bir hadisə baş verdi. Yəni adama deyirlər ki, get psixiatra. Psixiatra gedir, psixiatr onu dinləyir, ona özdə indi belə dəbdədir. Təbii otlardan deməli sənə sakitləşdirici dərman yazıram. Biz də eşidirik, təbii otlardır da, əşi mənə o neyniyəcək? Amma yox, o da kimyəvidir. Onu sənə elə təqdim edirlər. Görürsünüz, hətta o qutuların üstündə belə otların şəklini yapışdırırlar. Səni aldadırlar. Səni aldadırlar. Sən əsəbisən, gərginsən, onu necə bərpa etmək üçün? Baxın, sizə bir üsul deyim. Gəlirsən parka, fərqi yoxdur, park, bulvar, dəniz qırağı, yer olsun, təbiət olsun. Gez orada. Ayaqqabılarını çıxart, gez. Görəcəksən ki, sənin bədənində necə də huzur yaranır, harmoniya yaranır, sinirin bərpa olur, sinir sistemin. Tam təbii yolla, 1001 dərmandan güclüdür. Yəni, baxın, bunu edin. Təbiətə ümumiyyətcə biraz yaxın olun, təbiətdən iyrənməyin. Mən bəzi hallarda görürəm, tələbələr, qızlar, ay nə bilim, pedikür eləmişəm, mən ayağımı batırmayayım, o ayda bu necə də, yəni belə də düşünmək olar, belə də yaşamaq olar. Sən təbiətdən yaranmısan, sən yəni necə belə yaşaya bilərsən? Sumkasını da açırsan, cürbəcür dərmanlar. Bu əsəb dərmanı, bu nə bilim, bu davleniyam qalxandı. Yəni, öz çantalarımızı çevirmişik apteka. Hər insanın evində balaca apteklar var. Bu həqiqətən də bir faciədir. Mən anlayıram ki, bir çox insanlar bu məlumatı alacaq, düşünəcək, amma yaxın olmayacaqlar. Yəni, icra etməyə tələsməyəcəklər. Amma zaman keçdikcə sən görəcəksən ki, yəni sənin ən gözəl, ən savadlı, ən güclü həkimin sən özünsən. Sən öz bədənini tanımalısan. Öz bədənini tanıdın, onu çox gözəl idarə edirsən. Nəfəslərlə sən bilirsən nə qədər xəstəlikləri müalicə edə bilərsən. Bir araşdır, bax, sadəcə nəfəs. Nəfəslə sən bir çox problemləri bu günləri müalicə edə bilərsən, xəstəlikləri. Amma sən onu etmirsən, sən öyrəşmirsən belə həmən olsun, sırazı olsun, gəlim sırazı, içdim, dayandı. O da ki, səni əksinə məhv edir, əksinə səni geriyə aparır, sağlamlığı əlindən alır, addım-addım. Gününüz gözəl keçsin, inanıram ki, məlumat faydalı olacaq və sənin həyatına gözəl bir qatqı etmiş olacaqsan. Namaste.